Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı. Bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Zərdab rayonunun Körpü kəndində. Zərdab rayonu Körpü kəndində çoxlu sayda şagirdlərdən, tələbələrdən, müəllimlərdən sorğular apardıq və bizə qabaqcıl və nümunə müəllimlər, məktəbdə çox sevilən müəllimlərdən bir neçəsinin adını bildirdilər. O müəllimlərdən birini sizlərə təqdim edirəm. Mənim adınız, soyadınız? İskəndərova Xavər Mirqızı. Çox gözəl. Xavər müəllim, neçə il təhsil sahəsində çalışmısınız? 47 il işlədim. 47 il. Çox gözəl. Sizə öz adımızdan sağ ol deyirik. Allah Taala sizə uzun ömür, can sağlığı versin. Nəvələriniz üstə əksik olmayasınız. Hansı fənn tədris edirsiniz müəllimə? Əmək rəsmi xətt dərsini tədris Çox edirəm. gözəl. 76-cı il. Zərdab rayonu, demək Körpü kənd tam orta məktəbinin əmək təlim müəllimi olmusunuz, rəsmi xətt müəllimi olmusunuz. Bəli, 2 məktəbdə işləmişəm. Bir kəndin içində həm Xasa məktəbində, həm də orta məktəb Mehdi Hüseynzadə. Çox gözəl. Və hörmətli izləyicilər, müəllimə təkcə məktəbdə əmək deyil və rəsmi xətt deyil, həm də şagirdləri vətənimizi sevməyə, bayrağımızı sevməyə, dövlətimizi sevməyə, əsl vətəndaş olmağı öyrədir. Əsl ana kimi qayğı göstərir. Ona görə sizə öz adımızdan dərin təşəkkürümü bildirirəm. Həm də gözəl anasınız, gözəl valideynsiniz bilirik. Neçə övladınız var anam? 2 övladım var. Allah Bir saxlasın. qız, bir oğlan. Adları? Mehriban, Cəlal. Çox gözəl. Allah xoşbəxt eləsin. Çox sağ ol. Nəvələriniz də var biz bildiyimizə görə. Bəli. Neçə nəvəniz var? 5 nəvə var. Allah sağlasın. Çağdaş təhsil komandası olaraq siz kimi müəllimlərlə biz fəxr edirik, qürur Çox duyuruq sağ olun. və inşallah o gün olsun sizin 70, 80, 90, 100 yaşınızda bizim əməkdaşlar gəlib sizlə bağlı gözəl çəkişlər eləsin. Çox sağ olun. O gün olsun ki, nəvəniz gəlsin, ali məktəbə qəbul olsun, Çox biz də sağ gələk olun. gözəl çəkiliş eləyək inşallah. Çox sağ olun. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Çox sağ olun.